Qeyd edək ki, biz hal-hazırda Tovuz rayonunun Aşağı Mülklü kəndindəyik. Sovetlər dönəmində Aşağı Mülklü kəndinə Əlibəyli kəndi istiqamətindən içməli su çəkilsə də, hal-hazırda artıq 30 ildən çoxdur ki, bu kənd içməli su üzünə həsrətdir. Sakinlərin sözlərinə görə ayda 2 və ya 3 dəfə 20 manatdan ödəyərək, yəni öz bax bu cür basenlər düzəldiblər. Arkada gördüyünüz kimi bu basenlərə su tökülür və sakinlər aylarla, elə olur 15-20 gün ərzində həmin içməli sudan istifadə etməyə məcbur olurlar. Tovuz rayonunun Aşağı Mülklü kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kənddə suvarma suyu ilə bağlı heç bir problem olmasa da, lakin sakinlər 30 ildir ki, içməli sudan əziyyət çəkirlər. Ay ərzində 2 maşın su gətirərək xüsusi betondan və ya dəmirdən düzəldilmiş 20 tonluq su hovuzunda su saxlanılır və ay ərzində sakinlər içməli su kimi həmin sudan istifadə edirlər. Bu su məsələsi, içməli su məsələsi tamamilə sıfır vəziyyətinə düşdü. Onlar ən yaxşı oranı suyudur. O da 20 manat, 25 manat. O da hardasa bir 10 gün, 15 gün, uzağı 20 gün o su görür. 20 manatla demək hesablayanda günə 1 manat suya hesablayanda yox, 1 manat yox, hələ hesablayanda ayda 2 dəfə o üçün 40 manat, 50 manat suya pul veririk. Mülklü kəndinin isə əsas məşğuliyyəti soğan yetişdirməkdir. Lakin sakinlər yetişdirdikləri soğan məhsulunu öz maya dəyərinə belə sata bilmirlər. Yığdıqları məhsul isə hələ ki qapılarında qalıb. Sakinlər bildirir ki, soğanın bir kisəsinin qiymətini maya dəyəri 6-7 manata başa gəlsə də, topdan satış kimi istəyən alverçilər soğanın kisəsini 5 manatdan istəyirlər ki, bu da maya dəyərindən aşağıdır. Qeyd edək ki, Tovuz rayonunun Mülklü kəndi əsasən əkinçilikdə soğanla tanınır, yəni soğan əkməklə tanınır. Çox təəssüflər olsun ki, bildiyiniz kimi sahibkarların da sözlərinə görə onlar əkdikləri soğan məhsulunun heç maya dəyərinə sata bilmirlər. Məsələyə Tovuz rayon İcra Hakimiyyəti başçısının Aşağı Mülklü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi aydınlıq gətirərək bildirib ki, kənddə elektrik və təbii qazla bağlı heç bir problem yoxdur. Kəndin əsas magistral yoluna isə asfalt döşənib. Lakin sakinlərin bildirdiyi kimi, kənddə əsas problem olaraq qalan içməli su problemidir. Aşağı Mülklü kəndinin 2950 hektar ərazisi var. Əkin sahəsi 822 hektar, suvarılan torpaq 780 hektar, dəmiyə 42 hektar, xüsusi mülkiyyətdə olan torpaqlar 967 hektar, bələdiyyə torpaqları 1952 hektar, əhalinin sayı 2022 nəfərdir. Yollarımız demək olar ki, mərkəzi yollarımız tam asfaltlanıbdır. İnfrastrukturumuz, elektrik şəbəkəmiz normaldır, belə götürəndə normaldır. Düzdür, az qıraqlarda var. Bəzi dirəklərə zad ehtiyacımız var, naqil ehtiyacımız var. Qazımız daimidir var. İçməli su cəhətdən yaxşıdır vəziyyət. Maşınla gətiririk demək olar ki. Əhalinin hər birinin evində hovuz quraşdırılıbdır. Su maşınları gətirib boşaldır. Belə içməyi suyumuz. Amma axın suyumuz son illərdə, son 2-3 ildə yaxşıdır. Həcər Həsənova, Kamran Əskiparalı, Sənan İsmailov bugün informasiya proqramı üçün.